Bakı metropoliteni yanvarın 21-də Qarabağ Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq. Kaspian Press xəbər verir ki, bu barədə metropolitendən bildirilib. Məlumata görə Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının müraciəti və Bakı metropoliteninin paytaxtda keçirilən mədəni kütləvi tədbirlərlə əlaqəli əməliyyat planına uyğun olaraq metropolitende iş saatı uzadılacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə azarkeş marağı nəzərə alınmaqla bütün stansiyalar yanvarın 21-dən 22-sinə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Stansiyalar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq. Qarşılaşmadan sonra sərnişinlərin ünvana rahat və təhlükəsiz çatdırılması üçün Gənclik, həmçinin 28 may və Nərimanov stansiyalarında xüsusi nəzarət tədbirləri görüləcək. Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun tənzimlənsə də, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq.